Salam aleyküm dostlar. Deməli o zamanlar bir şəxs var idi. Biz onun Vine'larına baxırdıq. Onun Vine'larına baxa-baxa böyüyürdük dostlar. Hal-hazırda onun özünə uyğun biznesi var. Allah özünə qismət eləsin dostlar. Deməli bugün Hüseyn Əzizoğlu'nun köhnə videolarına baxacağıq dostlar. Videoya keçməzdən əvvəl zəhmət olmasa kanalıma abunə olmağı unutmayın. Bəyənsəniz bildirimləri açıq qoyun dostlar. Keçid edək videomuza. Demək istəyirəm. Qaqaş şotu gətir də. 90 manat. Davay da bırak, ne mesk atışaq. Hər 30 manat. 30 manat niyə ye? Mən nə yemişəm? 50 qram pendir. Pendirin kilosu neçədir? Belə insanlar hələ də var ya. 1 kilosu 10 manat eləyirsə, minib bölür 20-yə, bərabərdə 50 qəpik. Üstə gəl, 2 dənə xiyar yemişəm. Xiyarın kilosu neçədir? Bu da eləsin. 20 qəpik. Quzu əti kilosu 10 manat 40 qəpik. Onu da hesablasam lazımdır. 1.67. Bu qədər də kriz olmaz onda. Onu hesablamıram. Tüstünü aldığım kimi bayra buraxmışam. 1 litr araq içmişəm. Onu da bir amma tualetdə qaytardım. Opsiya məndə eləyib. Ümumi hesablamalarıma görə 2 manat 65 qəpik, mən 2 manat 70 qəpik verirəm. Halaldır sana, halal. Allah qızın oğlana boy. Dostlar, bəzi kuruklar var ki, onların içərisində belə insanlar var. Qardaş, pulu balta kəsmirdi, ancaq pul xərcləmək istəmir bu insan. Qardaş, nə qədər gedərsən, nə qədər onun bunun əlinə baxarsan, belə rizm, belə yaşayış yoxdur da. Bir əlini cibinə sal, biraz jivoy ol. Görək burada nə məsələ? Orada. Aha. Gəl. Bundan gəl. Ay belə, poxa keçdim də. Cəmaatın spice var. Nə qızla orada? What? Allah bu İngilisdir ki. Deyirəm ki, people have mother and I don't sister. understand, bro. Allah bu indi Rus oldu ki. Ey brat, u всех есть mama, и сестра. Allah bax hansı sortdandır. Allah həftə becərdir də. Həftə becər. Deyirəm ki, analı fuluqulu və əhlini maşallah. Olmaz inşallah. Qaqaş, halaldır sizə. Şilə vəziyyət ha? Aha. Burada Bariqa Elşəni tanımırsın. Kim? Bariqa Elşəni. Allah yox, tanımırıq elə adamı. Buralarda yaşayandı axı. Allah skuşniks adam sənsin, nəyəm adam mən sənsin. Bilən çaşın mənə 20 manat təklif eləyərsən ki, Bariqa Elşən kimdir? Mən də deyərəm 89-cu ildə Kolumbiyadan anadan olub. Atası həkim, anası dükanda işləyir. 6 bacı bir qardaşdır, bacısının 3-ü ərdədir, 3-ü də evdə qalır. Tbilisdə qalır, bina 69 mənzil 31. Şıxpuluya 40 manat, qazpuluya 120 manat borcları var. Yəni mən belə şey zatlayan deyiləm ha qaqaş. Birdən çaşın bir dənə yüzlüyü basarsan cibimə ki, sən gəl evdən çıxardın. Qaqaş, mən elə oğlan deyiləm, uşaqlamısın mənə tanıyır. Namik elə oğlan deyil ha qaqaş. Məzələnmə, Namik heç elə oğlan deyil ha. Allah bizə belə mərdimazarlardan qorusun. Salam aleyküm molla əmi. Dollar Molla əmi, Rasim. bir nəfər var, onun işini bağlatdırmaq istəyirəm. Cadı eləyə bilərsən. Əstağfurullah. Mən o işləri baxmıram oğlum. Onun anasını ağladaram. Onun nəsil əqrəbəsində gəlib keçənin kökün qurdaram. Atamın nəsindir? Dollar Rasim. Kim Rasim? Dollar Rasim. Dollar Dollar Rasim. Rasim'in anası atasından çıxan Dollar Rasim'in. Verdim o manatla molla əmi. Dostlar, çox təəssüf indiki zamanlarda, yəni əksəriyyət mollalar yəni ağını çıxardıblar da konkret. Birincisi nə oxuduqlarını bilmirlər, ikincisi də ağını çıxardırlar. Olmaz. Gedin önünüzdə sənət tapın. Günah da eləməyin. Aha, görək burada. Bibilər. Ayzi Bey də oğlundur. Hə? Maşallah. Maşallah. Yaxşı, yavaşa. Ay baba, de buna tüpürüm. Dostlar, eynən, yəni evə qohumlar gələndə, yəni yığılışırlar hamısı bir yerə. Ayda, indi gəl görüş də. Biz də panyatkadan asılıdır, ancaq yəni Obşavoy salam deyirəm, yaşımız lazı deyil də, daha inciyib eləmirlər. Həclərdə. Qara, siz artıq ayarbat değilsiniz. Biz də. Ay hakim qardaş, boşanmışıq, mənim uşaq ev düşür də. Ev zad yoxdur. Geliş gəl ev. Ne ziyan ev yok lan, yandıranım özümü ye. Allah qovursun. Yəni ən çox belə ev söhbətləri, torpaq söhbətləri, mülk dava söhbətləri, yəni qardaş ölkədə, Türkiyədə olur bəzilərində, ancaq bizdə də az deyil. Yəni ancaq qardaş ölkədə yəni torpaq, mülk söhbətləri konkret qırğın olur da. Yəni nə qədər elə saman yolu, Kanal 7 elə torpaq, mülk söhbətləri serialları gedir. Sırlar dünyasıza. Bizdə yenə şükürlüdür.
Aha görə burada Xaricilərdə. xaricilərdə. Mən işıqları biraz ekonomiya edirik. Bizdə. Ödəniləcək məbləğ 45 manat. Işıqları söndürün. Ay baba. Ay da iş görən yerdə şıx sonara. Tuvalet ya. Sen de karanlıkta şeyler. Aha. Ata gördüm sen ama ne diyeceğim? Gel bu kocuğa aynı oyna. Bazı diyeceğim. Zat var nehlet. Onun kim gözün doymur. Ayzi Bey de saldım beni. Yəni indiki zamanlarda, yəni elə yaxın keçmişlərdə də, yəni bəzi evli kişilər, yəni gedirlər təbii ehtiyaclarını başqa yerdə ödəyirlər. Adamda bax bir belə kişilik olar. Yəni belə nə deyim, yəni varındır da. Belə pismasın varındır da. Yanlış. Aha. Alo. Akif necəsən? Şükür kardeş evdeyim. Papayla oturup kinoya bakırım. Ha, evdəsən. Evdədir yanında. Ha evdeyim ha. Atası Papağın da su salat var. Tuğlanın karnına gireyim. Öpürəm babamızı öpürəm. Çok sağ ol. Ayda, yəni bu qədər də olmasa amma buna yaxın bir şeylər Çok sağ ol baş verib kardeş, də. Allah razı olsun. Senin o babanın keli var ha. Tam kelin ortasına eşitli. Ben de senin babana ellerinden öperim babanın. Sağ ol Ellerinden görüşeceğiz öperim. Benim Benim bu şey sözüm ketmir. Ben bilmirəm evin bir kişisi var ya yok. Ay kişi işıq pul yıxandı. Bak Seyit ne elin evde yoktu. Gör başa bir yana kişilikdən danışırsan. Koltuğu bastı. evdə xoruz çöldə fərə. Aha. Nə məsələdir? Aha. İyi ata. Götürme o planşeti. Benim babanızı söyleyə bilmirəm. Girirsən tuvalete çıxmaq bilmirsən. Facebook, Instagram. Onların hamısı sənin başını xarab eləyir. İyi baba. Hadi sonra gel. Oğlum sen. Ayda. 500 son. Oğlum. Don, Danışığını getir be. Ama. danışığını gətirib. Ama. Yetim. Dostlar, yəni gənclərin %97% belədir. Məsələn, əslində olmaz. Telefon götürəndə yəni belə dini nöqteyi nəzərdən də yəni danışmaq olmaz. Yəni nəyisə baxmaq olmaz. Bir də məsələn üçün yəni belə şey eləyirsən, dini bir şey gəlir. Haramdır dostlar, haram. Olmaz. Yəni düz indi bizim günahlarımız var. Biz arada bir eləyirik, amma çalışdığım qədər yəni telefonu çöldə qoymaya çalışırım. Ha görək nə məs. Ay çocuğun kesilsin. Sen bugün oradan çıkarsan ya yok. Partladım axı. Dostlar, yəni etiraf edeyim biz də belə şeylər eləyirik, amma mən bunlar qədər takıntılı deyiləm. Yəni uzaq bildirişlərə baxıram, ya WhatsApp-da nə gəlib baxıram, ondan sonra reçlə söndürürəm, işimi görüb çıxıram. Yəni saatlarla durduğum uşaq vaxtı olub da indi yox. Da indi ağlımız başımızdadır. Ben bilərəm nə eləyərəm. Aha. Beni çıkarsan köpək ol. Aman İbrahim. Tuzsuzlar gəldi. Alex deyirəm necəsən? Gəl deyirəm tuzsuzlar. Sən ver qoy sən. Saçına zada bax, hə. Limon da gətir qalın qabaqlı mən yediyimdən. Ne yaşayır, bu ne jizində. Rast deyil. Səhərə kimi böyle deyil. Yeryüzünde olmayan deniz hansıdır? Hansıdır? Özcan deniz. Zondan təsbih göndərdilər sənsi. Hansı zondan? Trabzondan. Hələ bu da sənə Aha. Mars. Yox, bir sneakers. Nə sneakers? Yo, Artem'de oldu var. Araya nə sneakers? Ne haranız içində sneakers almaq. Firmadan şey yenə çayın pulu. Səhər tezə bir dənə çay qoyub da qabağına atırlar. Yenə səni teliflər. Haydan sən bizim kimi kliyent getirdin ha. Mən kimi Sən kimi kliyent. Davay davay. Belə olmaz. Qazının da lazım deyil. Qayda düzəltdi. Salamünaleyküm doktor. Mən qanun analiz vermişdim. Qandan analizlərinizə baxdım. Su kimi tərtəmiz. Siz yenidən analiz verəcəksiniz nəcisdən. Nəcis. Nəcis nə? Что это такое Yəni nəcis? idrak gətirin. İdraç. Qonşu idraçı gətirin. Estağfurullah.
Böyük bayrağa çıxırsınız. Ha, tez-tez çıxıram bayrağa. Uşaqlarla futbolda da oynayıram. Yəni qardaşım kakaş gətirin. Kaka eləyin, bir damcı spika koробkasına qoyun, gətirin. Realda oynayarıq lan deyirsiniz. Amma hardan tapım götürürəm ki, məzələnsin məndə. Milyon nə onun transferi? Gel gir tuvalete koy spika koробkasının içine. Gətir. Nə bu adamsa nəsə? Durmaz bayrağı. Bilmem diye transferi milyonladı. Yok bir Cristiano Xaricilərdə xanımlara Covid ambulansı oldu və əraziyə yaxınlaşır. Bizdə. Ağaz, dedim çıxıb gəlir də yoldadır. Əşi çerez qoşu O vaxtı yəni Allah rəhmət eləsin. Yəni babam rəhmətə gedəndə zəng gelirik. Küçük gedir də şey eləmək lazımdır ki, gəlsin indi yazsınlar da. Gəlib çıxmırlar ki. Bu nə jizindir, bu nə yaşayışdır. Yəni insan həyatı yəni bu dərəcədə önəmsizdirmi? Olmaz. Biraz məsuliyyətli olun. İndi başa düşürük, sıx ola bilər, trafik ola bilər. Yəni cavab verin ki, belədir, bu qədər vaxta gələcək, bəlkə başa düşərik. Ancaq yəni bilə-bilə cavab vermirlər, gec gəlirlər və yaxud qəsdən gec gəlirlər, ola mı göndərmirlər, yəni olmaz. İnsan həyatı bu qədər ucuz olmamalıdır. Yəni düzdür, heyvanlara da qayğı göstəririk. Yəni Allah Taala yaradıb heyvanları, ancaq insan da var. Yəni insana da qayğı göstərmək lazımdır. Tək heyvanlara yox, heyvanlara da və insanlara da qayğı göstərmək lazımdır, amma ən üstün varlıq insandır. Yəni mən demirəm, mən heyvanlara qayğı göstərmək, o mənada deyim. Hara istəyirsən şikayət eləyə. Demagol köpək oğlun qız. Saatdan xəbərin yoxdur deyəsən. Saat 7-dir. Harda çöplədirsən ay beynamız? Oxşadın yenə oxşadığına. Saat 7-dir. Hardan gəlirsən? Əşrəf şey dedim də. Hay? Zort! Aha. Mama, qapı döyülür. Ay oğlum sən aç qapını, əlimdə iş görürəm. Buyur, xoş gəlmişsən bibi. Xoş gününə gələk. Maman evdədir. Ha, anam evdə deyib, tualetdə iş görür. Gəldi gəl evə. Ha? Nə edir ha? Oh. Ne edirsən? Heç nə oğul, mən gedim, gecdir, qadan qalım. Yaxşı, sağ ol, sağ ol. Mama bibi miydi? Gəldi səni soruşdu. Nə qədər dedim ki, gəlmə gəlmədi. Yetim edir. Nə deyirəm bu işləmə? Tövbə tövbə. Nə oldu mama? Qazıq öldü, əşləmişsin ya. Ha? Oyda. Dostlar, yəni yenə zorda zamanında tema oğlanlardan biri olub. İndi yenə dediyim kimi videonun əvvəlində öz şəraitini qurub Allah Taala özünə qismət eləsin. Allah Taala bizə də qismət eləsin. Yəni bütün insanlar, bütün müsəlmanlar daha yaxşısına layiqdir dostlar. Deməli, bu videonu bəyəndinizsə, mənimlə bir yerdə əyləndirinizsə dostlar, zəhmət olmasa kanalıma abunə olmağı unutmayın. Yəni belə videoların, bu tipdə videoların davamını gəlməyini istəyirsinizsə, bildirimləri də açıq qoyun dostlar. Hələlik gələn görüşənədir.